Vahid Nişapuri alimdir. Mövzumuz nədir? Ailələr barəsində rəvayətlər var. Rəvayətlər müxtəlif olur. Biz bunu hansını qəbul edirik? Biraz məlumat verdim. Bu deyir ki, şərnuzul zəminində nazil şərnuzul zəminində yalnız ayələrin nuzuluna şahid və vaqif olanların nəqli. Yəni ki, kimin ki tam bu barədə məlumatı var, aşağıda qeyd edilib. Bu adı da vaqif. Çünki məsələ bilir, adam görüb hadisəni. Həmçinin hadisəni onların dilindən eşidənlərin sözü etibarlı hesab edilir. Kim ki hadisəni görüb, o danışırsa ki, falan hadisə baş vermişdi, oğru eləmişdi. Və ondan 2 dəqiqə sonra gəldi ayə. Mən şahidəm, mən bu qəbul. Şərnuzul hədislərini araşdıran alimlər hamılıqla Vahid Nişapurinin bu fikrini qəbul edirlər. Deyirlər ki, hə, sənin fikrin budur ki, etibar insan görürsə qəbuldur. Yəni şahid həm də adildir. Amma daha çox əhl-i-sünnə mənbələrində qeyd olunan və sayı bir neçə min olan bu hədislərin böyük qismi qeyri-müsnəddir və zəifdir. Bəzən görürsən ki, onların hədislərində elə hədislər var ki, uyğun gəlmir. Hədisdə boşluq var. Mən əvvəl demişdim sizə, inşallah gələcək oxuyacağıq. Bəni İsrailiyyət təfsiri, Bəni İsrailiyyət. Bir toplum idi ki, Bəni İsraildə yaxşılar yox, müəyyən toplum vardı, pis idilər. Onlar qondarma sözlər çıxarırdılar və qondarma sözlər az da olsa, çox təəssüf var şiə rivayətlərində, az da olsa. Amma daha çox da harda? Sünni kitablarında ki, baxsa həmin o hədis ünvanı deyilən bir şey qondarmadır İsrailiyyətdən. Şərnuzul hədislərinin digər bir iradı, yəni burada müəyyən boşluq var. Bu hədislər ki var ha, ayəni izah edir. O hədislərin bir boşluğu da var. Bir boşluğu nə idi? Dedi ki, hədisin zəifliyi idi. Ayə müqabilində hədis gətirirlər. Baxsa hədis etibarsızdır. Başqa bir bu nədir problemi? Budur ki, bu hədislərdə çoxlu fərqli nəqillər var. Biri ki, Məkkədə mədən olmuşdu. Biri ki, məsələn üçün Həsən o biri Hüseyn soruşdu. Kim soruşdu bunu? Biri ki, məsələn Peyğəmbər 2 nəfərdən verirdilər. Mən o sual soruşdum. Rəvayətin o biri rəvayətdə ki, Peyğəmbər orada 3 nəfər idilər. 2, 3 nəfər idilər. Rəvayətlər müxtəlifdir. Elə bu səbəbdən, hansı səbəbdən rəvayətlər müxtəlifliyi Suyuti və başqaları bu məsələni həll etməyə, Suyuti Sünamini bəyan mən demişdim, bu məsələni həll eləsin. Bir ayə barəsi müxtəlif əks bir-birinə rəvayətlər var. Nə şürək ki, biz məsələn yolun bilək, alimsən bəli, yol göstər. Suyuti istəyir məsələ həll eləsin. Bu hədislərin etibarlarını müdafiə etməyə çalışır. Deyir, yox, bu olmaz artıq. Niyə müdafiə edirsən? Əgər hədis saxtadırsa, kənara qoy hədisin saxtasın, etibarsını qəbul edək, ayənin şərnuzu barəsində. Sən niyə saxta müdafiə edirsən ki? Deyir ki, müfəssirlərin, yəni Quran təfsirçilərinin çoxsu bir ayənin nuzulu barəsində bir neçə səbəb qeyd etmişlər. Ayə niyə, nə vaxt gəlib? Bir çox deyir, fərqli deyir, rəvayətlər var. Bu halda onların bəyanına, işlətdikləri ifadələrə biz diqqət edək. Yəni, seçək də hansı daha doğrudur. Hansı yollarla? 1. Əgər bir ayə üçün bir hədisdə nəzələt fi kəza, yəni nazil olub filan mövzu barəsində işlənib, bir məsələ nəql edirsə, yazır ki, nəzələt fi kəza, yəni bu hadisə barəsində nazil olub, başqa deyir ki, yox, başqa hadisə oldu, bu ayəmiz gəldi. Ya bir ayə müqabilində, bir ayənin qarşısında 2 fərqli hadisənin olması və yaxud da ki, bir hadisə olur, o müqabilində 2 dənə ayə deyirlər. Desən ki, yox, əslində bu ayə bunun birinə aiddir, birinə aid ola bilməz axı. O halda adil olur ki, bizə sübut olsun, etibarlı mövqe, etibarlı hədis ki,
Həqiqətən bu hadisə olub. O məsələn qarşısında 5 şahimiz gəlib. Bəzi ki ola bilər, amma gəl hədis etibarlı olsun. Burada, yəni ikinci hədisdə ayənin şərh nuzul deyil, tutulur nəzər təfsiri. Əgər ayənin mətni hər iki hədisə uyğun olsa, bu iki hədis arasında ziddiyyət yoxdur. Deyir, biri şərh nuzuldur, ayə gəlib filan şey barəsində. Biri onun izahıdır. Deyir, birin qəbullə şərh nuzul ünvanı qəbullə, birin qəbullə təfsir ünvanında. Ta olmasa ziddiyyət. Belə bir buna yol tapmaq istəyirdir. Bu bir. İkinci, biz bu dindin işə axır cavab verəcək buna. Burada Əllamənin təbətəbarın bir cavab var. İndi nə vaxt qutarar. Çıxış yoxsa mən inşallah danışarım, ta dərs yarımçı qalmasın. 2. Əgər bir ayə üçün bir hədisdə bir şərh nuzul, başqa bir hədisdə başqa bir fərqli şərh nuzul varsa, qəti bir bəyanla nəql edilirsə, ikinci hədis etibarlıdır. Yəni iki dənə hədisi fərqlidir. İkinci daha belə doluğun deyir, belə qəti deyir. İkinci qəbul elə və birinci hədis istinbat hesab edilir. İstinbat nədir? Aşağıda qeyd edilir. İstinbat yəni nə? Şəxsilik. Yəni birinci hədis qeyd olub, ikincinin ziddiyyətidir. Amma ikincinin bir bazı üstün cəhəti var ki, ikincində sanki belə bir danışıb qətiyyətlə ravi. Bir bazı üstünlük versən, üstünlük görürsən ikinci rivayətdə, birinci istinbatdır, yəni şəxs nəzərdir, qəbul etmirsən, ikinci qəbul edirsən. Bu bunun fikridir.